Zəfər günündə digər ölkənin bütün yerində olduğu kimi Xankəndi şəhəri də Azərbaycan bayrağı ilə bəzədilir. Deyilənə görə şəhərdə konsert proqramı da təşkil olunub. İndi biz də bu konsert proqramında iştirak etmək üçün Ağdam şəhərində çəkilişlərimizi yekunlaşdırdıq və Xankəndi şəhərinə gəldik. Şəhərdə canlanma var. İndi birazdan biləcəyik ki, şəhərdə hansı işlər həyata keçirilir, hansı tədbirlər görülür. İndi hökumət evinin qarşısında bir canlanma var. Burada yarmarka təşkil olunubdur. Baxın, insanlar da yavaş-yavaş toplaşır. Birazdan biz bu əraziyə gələcəyik. Salam hörmətli tamaşaçılar. Bugün Ağdam şəhərindən sonra növbəti səfərimiz Xankəndi şəhərinədir. Bu günləri Xankəndi şəhərində Zəfər bayramı qeyd olunur. Bilirsiniz ki, zəfərimizin 5 illiyi ölkənin bütün hər yerində qeyd olunur və biz Ağdam şəhərindən sonra növbəti ünvanımızı Xankəndinə saldıq. Xankəndi şəhərində möhtəşəm konsert proqramı həyata keçirilir və Qarabağdan və ölkənin digər müxtəlif bölgələrindən gələn sakinlər Xankəndidə bu gözəl bayramı qeyd edirlər. Doğrudan da bura çox möhtəşəmdir. Yaşasın Azərbaycan xalqı, yaşasın Cənab Prezident, yaşasın ordumuz. Günümüz zəfər günümüzdür, çox gözəl. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfasını versin. Veteran qardaşlarımızdan Allah ömür versin. Biz xoşbəxt insanız. Dövlətimiz xoşbəxtdir ki, Xankəndimizi, Şuşamızı, Laçınımız, Kəlbəcərimiz hamısını gəzirik. Paşinyanı da ki, qovan kimi qovdu. Ordumuzu da göstərdik, dəmir yolumuzu göstərdik. Çox sağ olun, var olun. Büdür rayonu Şuşa şəhərimizə. Büdür rayonu Şuşa şəhərimizə. Sağ olun, var olun. Çox sağ olun, var olun.
Axşamınız xeyir olsun, hörmətli xanımlar, cənablar, hörmətli dostlar. Ölkəmizdə ancaq və ancaq gözəl günlər olsun. Qoymaq belə anları hər zaman hamılıqla bir yerdə yaşayaq.